Məşhur bir şübhə də ortalığa atıldı ki, Əti'ullah və Əti'ur Rasul, Allaha və Rəsula itaət edin deyərkən, Rəsul orada elçi yox, söz nəzərdə tutulur. İstinad olunan mənbələrdən biri, bayaqlar Fərid müəllim deyir ki, Raqib Əl-İsfahaninin müfrədat. Deyir ki, A bəndi. Bəzən bir insanın üstünə aldığı yüklənilən söz üçün istifadə olunur. Bəli, biri bu cürdür. İkincisi, bəzən də sözü üstünə alan, yüklənən insan üçün istifadə olunur. Hər ikisi var. Mütəxəssis gərək hər ikisini qeyd eləsin. Gözəl. Birini onun istifadəsinə yarayır deyə deyib birini gizlətmək olmaz. Amma elə danışmayaq ki, bunun alternativi yoxdur, bunun ikincisi yoxdur, üçüncüsü yoxdur və s. və l-axır. Təkcə lüğət harada hüccət ola bilər, o ayrı bəhsdir. Və sən iddia edirsən ki, 14 əsr boyunca alimlər səhv düşünüb. Halbuki o alimlər istinad edərək öz fikirlərini ediblər. Və mən də sadəcə öz məntiqimə, zövqümə, mənə belə gəlirə əsasən orada bir söz atım. Rəylərdən öz şəxsi zövqümə uyğun olan birini qeyd edim və digər ehtimalları da qoymayım və heç nədə əsaslanmayım. Sadəcə deyim ki, müfrədatı, Rağib İsfahaninin müfrədatı, yəni bu elmə düzgün şəkildə əsaslanmamaq deməkdir. Quran buyurur ki, İn kuntum tuhibbunallah fəttəbiuni yuhbibkumullah. Əgər deyirsinizsə ki, biz Allahı sevirik, iddianız varsa, fəttəbiuni mənə tabi olun ki, Allah da sizi sevsin. Burada Peyğəmbərin şəxsiyyəti ortadadır. Bilirsiniz ki, bir dəstə adam var ki, Peyğəmbərin bütün statusunu ancaq o sağ ikən qərarlaşır. Amma Peyğəmbər vəfat etdikdən sonra ziddiyyətə baxın. Quranı götürürlər əsas. Yəni söz qaldı, Peyğəmbərin şəxsiyyəti getdi. Bu müasir növ Peyğəmbərlik iddiası etməkdir. Yəni Quran var, mən artıq öz əqlimlə, öz nə bilim zövqümlə, məntiqimlə Peyğəmbərin yerinə oturdum. İndi mən bunu öz istəyimlə şərh edəcəyim. Maraqlıdır, Quranda deyir ki, zikrə tabi olmaq sözü var. Mənittəbə'ə zikrə və xəşiyyər rəhmanə bil-qeyb. Zikrə tabi olmaq. Biz deyirik ki, zikirdən məqsəd Quranda dəlili nədir, o ayrı məsələdir. Amma burada nə deyir? Fəttəbi'uni. Mənə tabi olun. Niyə Peyğəmbər demir ki, zikrə tabi olun? Və ya niyə görə bəzi yerdə zikir deyilir, burada isə bu deyilir? Kim hansı mövqeydədirsə özü bilər. Öz ehtimalı, öz zövqi, öz məntiqi, öz ağlı özünə dəyərli ola bilər. Amma bundan istifadə edib suyun üzərində qurulan bir etiqadla başqa etiqadları tərpədə bilməz. Deyir ki, evin şüşədəndirsə, başqalarının evini daşlama. Başqaları da söz deyirsə, onlar da neyəsə əsaslanırlar. Rəsul nə gətirib? Risalət nədən ibarətdir? Risalət yalnız Quran deməkdir. Bax, sual budur. Əgər Quranda belə bir ayə varsa ki, Rəsul yalnız Quranı gətirib, vəhiy yalnız Qurandan ibarətdir, iddiası gərək iddiasını sübut eləsin. Mən sizin aranıza iki ağır əmanət qoymuşam. Biri Allahın kitabıdır, biri də Əhl-i Beytim. Rəsul belə bir söz işlətdi. Bir Quran ayəsi gətirdi, bir də bu söz işlətdi. Biz o sözü də Rəsul olduğuna görə gərək qəbul eləyək. Niyə? Çünki Allah adına gətirir və ümməti əlaqələndirən bir məsələni qeyd edir. Maidə surəsinin 67-ci ayəsi. Ya eyyuhar rəsul bəlliğ mə unzilə iləykə min rabbik. Ey Allahın elçisi, Allahdan sənə nazil olanı çatdır. Nəyi? Nazil olan nəyi çatdır? Quran-ı Kərimdə var bunun açıqlaması. Yox, deyəcək ki, Quranı çatdır. Yəni biz bilirik ki, Samir müəllim, bu Peyğəmbərin ömrünün son vaxtlarındadır. Bir dənə bu sözü, bu mesajı çatdırmasan, o rəsulluq ki eləmisən, risalət gətirmisən, onlar qəbul olunmur. Allah səni insanlardan qoruyar. Deməli, önəmli bir mesajdır. Amma Quran-ı Kərimdə bildirmir ki, nəyi? Samir müəllim, indi sual. Zəkatın niyə sərf edilməsi Quranda var? Bəli, var. Siz zəkatın xərclənmə yerini bilərsiniz. Sual, bəs zəkat nədən alınmalıdır? Quran hər addım başı zəkatdan söz açır. Niyə yoxdur? Niyə yoxdur? Dəyərli zəhmətkeşlər. İndi bunu siz mi təyin eləməlisiniz ki, mən nəyə zəkat qoysam? Yox, zəkat sadəcə sədəqədir.
Zəkatın nədən ibarət olmasını Peyğəmbərin öhdəsinə qoydu Allah ki, sən malların içərisindən zəkatları, yəni zəkatı hansı mallardan təyin olunmalıdır, onu sən təyin eləməlisən. Maraqlı bilirsiniz nədir? Peyğəmbər dedi ki, məsələn, filan mala zəkat düşür. Məsələn, tutaq ki, bir mal, məsələn, zehnindən bir şey keçir. İnəyə, qoyuna bir zəkat düşür. Quranda nə inəyin adı çəkilir, nə qoyunun adı. Əgər Peyğəmbər hədisi qəbul olunursa, nəyə əsasən qəbul olunacaq? Hansı meyara əsasən? Bu Qurana uyğun gəlsə məsələsi bir qism hədisləri sabit eləmək üçündür. Bir qismdə nə eləyir? Peyğəmbərin şəxsiyyətini və Peyğəmbərin bu məsələdəki statusunu təyin eləmək üçün bir meyardır. Peyğəmbərin öhdəsinə qoyulub, Peyğəmbər bunu təyin eləyir və bu da Qurandan kənar vəhyin özüdür.